Bəzi ölkələrdə sürücülük vəsiqələrinin yaşa uyğun şəkildə yenilənməsi və yaşlı sürücülər üçün tibb nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr aparıldığı bir vaxtda Azərbaycanda bu istiqamətdə müəyyən qaydalar artıq tətbiq olunur. Mövcud qanunvericiliyə əsasən 60 yaşdan yuxarı şəxslər üçün sürücülük vəsiqəsi 70 yaşına qədər etibarlı sayılır. 70 yaşdan sonra isə vəsiqə 2 il müddətinə verilir. Deputatlar hesab edir ki, bu yanaşma həm sürücülərin hüquqlarını, həm də yol hərəkəti təhlükəsizliyini nəzərə alan balanslı modeldir. Yeni Sabah xəbər verir ki, məsələ ilə bağlı model.az açıqlama verən deputat Azərbaycana bildirib ki, hazırda Azərbaycanda tətbiq olunan qaydalar kifayət qədər düzgün yanaşmadır. İnsanın yaşı artdıqca orqanizmdə müəyyən fiziki və sağlamlıqla bağlı dəyişikliklər baş verir. Xüsusilə 60 yaşdan sonra görmə qabiliyyətinin zəifləməsi, eşitmə problemləri, reaksiya sürətinin azalması və müxtəlif xroniki xəstəliklər sürücülük bacarığına təsir göstərə bilər. Bu baxımdan 60 yaşına çatmış sürücülərin müəyyən müddətdən bir tibb müayinədən keçməsi vacib hesab olunmalıdırlar. Deputat qeyd edib ki, əgər şəxsin sağlamlıq vəziyyəti normaldırsa, bu avtomobil təhlükəsiz idarə etmək qabiliyyəti varsa, onun sürücülük hüququnun davam etdirilməsi təbiidir. 70 yaşdan sonra tibb nəzarətinin daha sıx şəkildə aparılması daha məqsədə uyğundur. Bu səbəbdən sürücülük vəsiqəsinin 2 ildən bir yenilənməsi və həmin müddətdə tibb müayinədən keçirilməsi yol hərəkəti təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Abadama vurğulayıb ki, görmə və eşitmə qabiliyyətinin ciddi zəifləmə olan şəxslərin avtomobil idarə etməsi həm özləri, həm də digər hərəkət iştirakçıları üçün risk yarada bilər. Unutmaq olmaz ki, sükan arxasında olan şəxs yalnız öz həyatından görə məsuliyyət daşımır. O həm avtomobildə olan sərnişinlərin, həm də digər sürücülərin, həm də piyadaların təhlükəsizliyinə cavabdehdir. Buna görə sürücünün sağlamlıq vəziyyəti daim nəzarətdə saxlanmalıdır.